Y bərabərdir x kvadrat funksiyası və onun qrafiki haqqında danışacağıq. Xətti olmayan funksiyaların içərisində ən sadə funksiya y bərabərdir x kvadrat funksiyasıdır. Bu funksiya arqumentin istənilən qiymətini təyin olunmuşdur. Yəni x-a biz istənilən qiyməti verə bilərik. Həm 0, həm mənfi, həm də müsbət qiymətlər verə bilərik. Amma həm mənfi ədədin, həm də müsbət ədədin kvadratı müsbət olduğuna görə y bərabər x kvadrat funksiyasının qiymətlər çoxluğu mənfi olmayan ədədlərdir. Mənfi olmayan nə deməkdir? Yəni həm 0 ola bilər, həm də müsbət ədədlər olar. Gəlin y bərabərdir x kvadrat funksiyası üçün qrafik quraq. Biz burada x-a qiymətlər verib y üçün qiymətlər alacaq. X 0 olduqda 0-ın kvadratı 0. 1 olduqda 1-in kvadratı 1. Mənfi 1 olduqda mənfi 1-in kvadratı yenə də müsbət 1. 2 olduqda 2-nin kvadratı 4. Mənfi 2 olduqda mənfi 2-nin kvadratı yenə müsbət 4. 3 olduqda 3-ün kvadratı 9. Mənfi 3 olduqda isə mənfi 3-ün kvadratı yenə də müsbət 9 alınır. Bura qədər kifayətdir bizim qrafik qurmağımız üçün. Koordinat oxlarımızı çəkirik. Bu y oxudur. Bu da x oxudur. 0, 0 nöqtəsi baxın bura düşür. Yəni koordinat başlanğıcına. X 1 olanda y 1 olur. 1, burada 1. Deməli, nöqtəmiz oldu burada. Mənfi 1 olanda yenə də müsbət 1 olur. Daha sonra 2 olanda 4. 2, 2, 3, 4. 2 olanda nöqtəmiz bura düşdü. Mənfi 2 olanda isə nöqtəmiz bura düşəcək. Mənfi 2, 4 olacaq. 3 olanda 3 sayırıq. 9 olması üçün yuxarıya qədər 9-a qədər sayırıq. 5, 6, 7, 8, 9. Deməli, nöqtəmiz bura düşür. Mənfi 3 və müsbət 9. Nöqtəmiz bura düşür. Baxın, indi bu aldığımız nöqtələri biz birləşdirək. Və birləşdirdikdə y bərabərdir x kvadratın qrafikini almış olduq. Bu qrafikin adı parabola adlanan əyridir. Parabola əyrisi. Parabolanın yalnız bir nöqtəsi, yəni baxın bura 0, 0 nöqtəsi və yaxud da bura o deyirik. O nöqtəsi apsoxun üzərində yerləşir. Qalan nöqtələr isə apsoxundan yuxarıda yerləşir. Yəni bu apsoxudur, x oxu və görürsünüz bütün nöqtələr, qalan bütün nöqtələr apsoxundan yuxarıda yerləşdi. Biz bu qrafikdən təyin edə bilərik ki, qrafik hansı oxa nəzərən simmetrikdir? Y oxuna nəzərən, x oxuna nəzərən, yoxsa koordinat başlanğıcına nəzərən. Deməli, grafikin yerləşdiyi vəziyyətdən asılı olaraq, baxın, bunu y oxu üzərində qatladıqda grafikin hər iki qolu üst-üstə düşəcək. Həm sağ qolu, həm də sol qolu. Deməli, o y-a nəzərən simmetrikdir. Simmetrikdir. Simmetriya oxu ilə, yəni simmetriya oxu o y oxudur. Parabolanın kəsişmə nöqtəsi parabolanın təpə nöqtəsi adlanır. Buradan da bəlli məsələdir ki, parabolanın təpə nöqtəsi baxın burada yerləşir. Yəni o 0, 0 nöqtəsi adlanır parabolanın təpə nöqtəsi. Həmçinin bayaq dediyimiz qaydanı qrafik üzərində göstərsək, dedik ki, x bütün qiymətləri ala bilir. Baxın, həm 0, mənfi 1, müsbət 1. Grafikin yerləşdiyi oxa nəzər salsaq, görərik ki, həqiqətən də x bütün qiymətləri alır. Amma y hansı qiymətlər alır? 0 ala bilər və 0-dan böyük, yəni müsbət ədədlər ala bilər. Grafikin yerləşdiyi nöqtələrdən təyin olunur ki, bu qrafik yuxarıda yerləşir y oxundan və daha doğrusu 0-dan 0 nöqtəsindən yuxarıda yerləşdiyinə görə ancaq müsbət qiymətlər. Yəni aşağıda heç bir qiymət olmadığına görə o mənfi qiymətlər ala bilmir. Kvadrat köklər haqqında da danışaq.
Kvadrat köklər. Həmçinin bu mövzu ilə də əlaqəlidir. Kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir. Yəni a kvadrat bərabərdir b olarsa, burada a ədədi b ədədinin kvadrat köküdür. Nümunə olaraq belə yaza bilərik. Məsələn, -4-ün kvadratı həmçinin bu müsbət 4-ün də kvadratına bərabərdir. Bu isə eləyir 16. Yəni 16 ədədin kvadrat kökləri -4 və 4-dür. İstənilən x ədədi üçün -x-in kvadratı. Baxın, burada mötərizə mütləq olmalıdır. Mötərizə olmazsa bu ədəd mənfi ədəd alınır, müsbət ədəd alınmaz. -x-in kvadratı bərabərdir müsbət x-in kvadratı olduğundan buradan aydındır ki, müsbət ədədin 2 kvadrat kökü olur. Və onlar qarşılıqlı əks ədədlərdirlər. Biri müsbət olur, digəri isə mənfi olur. Yuxarıda burada qeyd etdiyimiz kimi deməli, həm -4, həm də müsbət 4 16 ədədinin kvadrat kökləridir. İstənilən mənfi ədədin istənilən ədədin kvadratı mənfi deyil. Ona görə də mənfi ədədin kvadrat kökü yoxdur. Məsələn, belə bir ədəd yazsaq, tutaq ki, -25. -25 ədədinin kvadrat kökü yoxdur. Çünki heç bir ədədin kvadratı -25-ə bərabər olmur. Amma məsələn, müsbət 25 versəydi, bəli, müsbət 25-in -5-in kvadratı bərabərdir 5-in kvadratı, bu da bərabərdir 20. Müsbət 25-in kvadrat kökləri -5 və müsbət 5-dir. Kvadratı 0-a bərabər olan yeganə ədəd isə 0-dır. Yəni 0-ın kvadrat kökü ilə 0-a bərabərdir. 0-ın kvadratı bərabərdir 0-a. 0 bilir ki, tam ədədlər çoxluğuna aiddir, həmçinin həqiqi ədədlər çoxluğuna aiddir və 0-ın müsbət və mənfisi yoxdur. Sadəcə 0 kvadrat bərabərdir 0 yazmağımız kifayətdir. Bəs hesabi kvadrat kök nədir? Hesabi kvadrat kök. Kvadratı a-ya bərabər olan və mənfi olmayan ədədə a ədədinin hesabi kvadrat kökü deyilir. Məsələn, 36 ədədinin kvadrat köklərindən 36 ədədinin kvadrat kökləri hansıdır? -6 və müsbət 6. Bunlardan mənfi olmayan hansıdır? Müsbət 6. Yəni, müsbət 6 36-nın hesabi kvadrat kökü adlanacaq. Ümumiyyətlə, a ədədinin hesabi kvadrat kökü kök altında a kimi yazılır və belə oxunur. A-nın hesabi kvadrat kökü. Məsələn, kök altında 36 ifadəsi 36-nın hesabi kvadrat kökü kimi oxunacaq. 36-nın hesabi kvadrat kökü. Kvadrat kökü. Yəni, kök altının 36 ədədi olur 36-nın hesabi kvadrat kökü. Ümumiyyətlə, kök altı bu işarə, kök altı işarəsi hesabi kvadrat kök işarəsidir. Kök altı, kök işarəsi altındakı ifadə kök altı ifadə adlanır. Mənfi ədədin kvadrat kökü olmadığı üçün kök altı ifadə mənfi ədədə bərabər ola bilməz. Məsələn, mən burada -36 yazsaydım, bu ifadənin mənası yoxdur, yəni boş çoxluqdur. Çünki -36 dedik axı kök altında mənfi ola bilmədiyinə görə artıq bunun mənası olmayacaq. Başqa bir qayda, məsələn, kök altında a əgər bərabərdir b bərabərliyində b sıfırdan böyük olmalıdır, sıfırdan böyük bərabər olmalıdır və mütləq b-nin kvadratı a-ya bərabər olmalıdır. Məsələn, kök altında 36 bərabərdir 6. Çünki 6, baxın buradakı 6 sıfırdan böyükdür. Həmçinin 6-nın kvadratı 36-ya bərabərdir. Kvadratı a-ya bərabər olan ədədi x kvadrat bərabərdir a tənliyi kimi həll etmək olar. Amma burada 3 qaydaya diqqət etmək lazımdır. Birinci qayda nədir? A böyük 0 olduqda olsa, bu zaman tənliyin 2 kökü var. x1 bərabər kök altında a,
və x2 bərabər mənfi kök altında a. İkinci, əgər a sıfırdan kiçik olsa, yəni buradakı a mənfi ədəd olsa, biz də bayaq dedik axı, mənfinin kvadratı, daha doğrusu hesabi kvadrat kök mənfi ola bilmir. O zaman a kiçik 0 olduqda tənliyin kökü yoxdur. Kökü yoxdur da yaza bilərsiniz və yaxud da boş çoxluğu da yaza bilərsiniz. Üçüncü isə nədir? A bərabərdir 0 halı da ola bilər. Yəni burada x kvadrat bərabərdir 0 da ola bilər. Burada 0 yazmışam, a kiçik 0. A bərabərdir 0 olsa, tənliyi ödək ədəd yeganə ədəddir. O da 0 ola bilər. Yəni tənliyin bir kökü var. Bir kökü var. O da nəyə bərabərdir? X bərabərdir 0-a. Yəni a 0 olsa tənliyin ancaq bir kökü olur. O da elə 0 kökü. Deməli, x kvadrat a tənliyini həll etmək üçün a-mız burada böyük 0 olsa, müsbət olsa tənliyin 2 kökü olacaq. Biri mənfi, biri müsbət. Kiçik 0 olsa tənliyin kökü olmayacaq və yaxud da həlli olmayacaq və ya boş çoxluq olacaq həlli. Üçüncüsündə a bərabərdir 0 olduqda isə tənliyin yalnız bir kökü olacaq. O da 0 kökünün olmasıdır.